Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi məcburi köçkün olan məktəblilər arasında böyük qaydışa həsr edilən Zəfər şahmat turniri keçirib. Şahmat Federasiyasının dəstəyi ilə Bakıda Məmmədyar şahmat məktəbində təşkil olunan turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib. Turnirin açılışında çıxış edənlər Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanı təmin edəcək amillər arasında uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların müxtəlif idman növləri ilə məşğul olması üçün imkanlar yaradılmasının önəmli yer tutduğunu bildiriblər. Bunun böyük qaydışın prioritetlərindən hesab olunduğunu vurğulayıblar. 7 turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib, onlara diplom, turnirin bütün iştirakçılarına isə sertifikat verilib.